Altından xətt çəkilmiş sözlər haqqında doğru olanları müəyyən edin. Əli qardaşını xaricdə oxudur. Nə edir? Oxudur. Nə edir? Sualda görünən şəkilçi ırir ururdu deyə biz nə edirik? Oxudur sözünün üzərindəki ura qrammatik deyirik, d-ya isə leksik şəkilçi deyirik. İnsanı bəzən xoş duyğular və düşüncələr yaşadır. Nə edir? Yaşadır. Biz burada ır şəkilçisini yenə sualda görürük deyə ıra qrammatik şəkilçi deyirik. Yaş kökdür, yaşamaq və yaşatmaq. Sadəcə sahib gəldiyə t-d-ya keçib. A da leksikdir, d da leksikdir. Hər iki söz indiki zamandadır, doğrudur. Hər iki sözdə şəxs onluğu işlənmişdir. Xeyr, biz incə izah elədik ki, heç bir sözdəki şəxs onluğu deyil. Hamısında d leksikdir, hər ikisində ur isə zamandır. Və 2 yanlışdır. Yanlış olanları çıxsaq, B-ni, C-ni, Y-ni, əlimizdə qalır A-sı və D-si. Hər iki söz düzəltmədir. Bəli, dedik, orada d leksikdir. Burada da A və d leksikdir ikincidə də. Deməli, hər iki söz düzəltmədir. Sözlərin ikisi də feildən düzəlmişdir. Düzəlmişdir deyəndə sonuncu leksikə atıb baxırıq həmişə. Kök deyəndə bütün şəkilçilərə atıb baxırıq. Düzəlmişdir deyəndə axırıncı leksikə atıb baxırıq. Oxudur. Burada axırıncı leksikimiz d-dır. Atırıq, qalır əlimizdə oxu. Yəni feildən düzələn bir söz. Yaşadırda isə d-nı atırıq, yaşa qalır əlimizdə. Yaşamaqdan yaşatmaq. Yenə də feildən düzəlmiş olur. 4 də doğrudur. İkisinin də kökü feildir. Kökü deyəndə isə bütün şəkilçilərə atıb baxırıq. Oxu feildir. Yaş isə isimdir. Yəni yaşad olmaq. Bu isimdən söhbət gedir. Yaş üstə yaş gəlmək. Deməli, o zaman 1 doğru oldu, 3 doğru oldu, bir də 4 doğru oldu. 1, 3, 4 cavab D variantı.